Salam əziz izləyicilərim, mən bugün sizə AliExpress-dən sifariş qaydasını öyrədəcəm. AliExpress-dən sifariş, məkan doldurmaq, kart əlavə etmək və rəy yazmaq, bunları öyrədəcəm. Bunun üçün Android istifadə edirsinizsə Play Market, iOS yəni iPhone istifadə edirsinizsə App Store-a daxil olmalısınız. Play Market'e daxil olduqdan sonra axtarış yerinə AliExpress yazıb ilk çıxan səhifə, yəni Temu sponsordur burada. AliExpress alış-veriş. Mən əvvəlcədən yükləmişəm. AliExpress alış-verişə açın vurduqdan sonra bizim önümüzə məhsullar çıxır. Gördüyünüz kimi. İndi biz AliExpress-də alış-veriş etmək üçün bizim hər hansı bir profilimiz olmalıdır. O profili açmaq üçün YT, yəni daxil ol yazısına vurursunuz. Bir sözlə deyim, yalnız burada dillər Rus dili, İngilis dili, Özbək dili, bir də Özbək dili betaya gəlir təzəlicə. Manat, yəni ki, valyuta olaraq da istədiyiniz valyutanı seçmək imkanı var burada. Məndə Yeni Azərbaycan manatıdır. Burada daxil olu vururuq. Gördüyünüz kimi mənim əvvəlcədəndən daxil olduğum akkauntum gəlir önümə. Mən bu akkauntla daxil olacağım. Poliçit kod, yəni kodu göndərilsin. Burada doğrulamanı veririk. İndi bizim telefonumuza kod gələcək. Aha, mesaj gəldi arxa tətbiqdə. Bizim hesabımız təsdiqləndi. İndi sizə məkan öyrədəcəm. Necə məkan əlavə edə bilərsiniz. Bunun üçün mən yeni adres yazıram. Burada Azərbaycanın üzərinə gəlirəm. Bəli, Azərbaycanın üzərinə gəldim. Burada mənim çatdıracağım ünvan Şirvan olacaq. Mən özüm Sabirabadda qalıram, ancaq Şirvan mənə daha yaxındır deyə mən Şirvandan məhsulumu götürmək istəyirəm. Aha, deməli, mən burada bunu vurandan sonra nidanın üzərinə bir kərə vururam. Sonra burada deyir ki, bizə əl ilə daxil et. Əl ilə daxil etdi vururam. Burada ölkəmiz görsənir, Azərbaycan. Yəni hansı məkan, hansı regiondayıq onu göstərir. Mən bura Şirvan yazıram. Gorod, Şirvan City. Gördüyünüz kimi gəlir özü. Ulitsa, yəni ki, məhəllə. Məhəlləni də biz belə tapırıq, əziz izləyicilər. Burada map var, map. Yəni ki, xəritəyə daxil oluruq. Burada əvvəlcədən mən yazmışam Azərpost Şirvan məntəqəsi. Gördüyünüz kimi bizim postun ünvanı gəldi. Yadımızda saxlayırıq və page üzərindən vururuq. Burada gördüyünüz kimi Azərposta yaxın olan küçə, məhəlləni yazırıq. İndi hal-hazırda Azərpost Şirvan məntəqəsi ən yaxın olduğu küçə Məmməd Əmir Rəsulzadə küçəsidir. Biz bunu AliExpress-də qeyd edirik. Rəsulzadə. Yenidən baxırıq. Bəli. Dom ev olarak gelir. Siz yine Azerpost
Yəni burada ingilis belə deyək, bukvaları ilə, hərfləri ilə yazın ki, sizə sonradan problem olmasın. Az 1800 yazıram. İndeks, yəni ki, bizim poçtun belə deyək, zip kodu deyirlər. İndi biz zip kodunu da tapacağıq. Buradan yenə gəlirik Chroma, yazırıq ki, Şirvan Azerpost indeks. Gördüyünüz kimi, əziz izləyicilər, burada ünvan Məmməd Əmir Rəsulzadə, Şirvan az 1800. Bir daha təkrar edirəm. Məhəmməd Əmin Rəsulzadə, Şirvan az 1800. Gəlirik yenə AliExpress-ə. Burada indeksimizi qeyd edirik. Az 18, az sözü mütləq olmalıdır. Yenə bura, yəni kvartira, otaq nömrəsini yazırıq. Azerpost. Saxlanit eləyirik. Yadda saxladıq. Ondan sonra hər hansı bir necə deyirlərsə, bir məhsul seçirik. Məsələn, olsun bu. Burada mən bu saata əvvəl də sifariş etmişdim. Əvvəlki sifarişlərimi də sizə göstərəcəm. Burada əsas mal seçəndə, yəni sifariş götürəndə, sifarişinizin satıcının belə deyək, reytinqinə baxırsınız və yaxud məhsulun reytinqinə baxırsınız. Məsələn, burada saat 1016 ədəd satılıb 4.8 ulduzla. Yəni 4.5 üzəri bütün, yəni satılan mallar, yəni bunun zəmanəti daha yaxşıdır. Yəni ki, bu məsələn telefondursa sınmaya bilər. Yəni bu satıcının satdığı mal və istifadəçilərin verdiyi rəylə asılıdır. İndi biz bunun görürük burada. Yəni reytingi ulduz kimi işarələnib. Bax burada. Burada isə göstərilir ki, 18-23 dekabr arası poçta çatdırılır. Burada biz korzinə əlavə edirik, yəni səbətə əlavə edirik. Ondan sonra gəlirik rəy bölməsinə. Əvvəlcə, əgər məhsul xoşunuza gəlibsə, bunu korzinə atıb, sonradan şəkil olaraq AliExpress-də necə ki Google Lens kimi axtarış verdikdə başqa satıcıların da satdığı mallar ortaya çıxır. İndi burada satıcı reytinqlərinə baxırıq. Yəni satdığım malın keyfiyyətinə. Burada məsələn bütün ulduzlar var. Məsələn mən 5 ulduzları seçirəm. Burada satıcılar, alıcılar daha doğrusu alıcılar göstərir ki, saatdan məmnundurlar yoxsa yox. İndi bir ulduzlulara keçirik. Məsələn biri bildirir ki, xronoqraf işləmir. Biri deyir ki, braslet, yəni ki, kəməri sınıb. Yəni burada 3 dənə, yox 4 ədəd bir ulduz var. Yəni bu çox da bilmək olmaz. Çünki əksəriyyət Braziliya, Almaniya, sonra İspaniyadır, səhv eləmirəmsə. Yəni o ölkələrdə olub. Ancaq mən bunu sifariş vermişəm. Əgər öz ölkənizdən sifarişçi və yaxud alıcını görmək istəyirsə, Azərbaycan, yəni ki, Azərbaycan ölkəsinin alıcılarının belə deyək, rəylərinə baxa bilirsiniz. Məsələn, burada mən saat almışam. Elsəvər Nuriyev 30 oktyabr 2025-ci il. 960, yəni saatın markasıdır bu. Padejlar 960. Yazmışam ki, mən bunu bəyənirəm və satıcıya minnətdarlığımı bildirirəm. Yəni burada da mənim saatımın özü rəy bildirmişəm. Yəni məmnunam. İndi korzinəyə baxırıq. Məsələn korzinə. Burada bir şey də var. Siz ola bilər əvvəldən məsələn məhsul seçəsiniz.
kartınıza əlavə elədikdə sizə burada göstərir ki, siz neçə dənə seçmisiniz məsələn məhsulu. Mən burada hamısını seçsəm, ümumi məbləğ məndə 1092 manat olur. Ancaq seçdikdə yaxşı olar ki, siz bir-bir seçəsiniz, istədiyinizi bir-bir seçəsiniz. Ondan sonra miqdarı, məsələn miqdarı seçirsiniz aşağı, yuxarı. Sonra təsdiqləyirsiniz. Belə deyək. Yəni sifarişinizi təsdiqləmək üçün yaxınlaşırsınız da, belə deyək. Necə sizə başa salım. Yəni kart məlumatları, sonra çatdırılma nöqtəsi, kartınızı, telefon nömrənizi. Bax burada mənim soyadım, adım, bir də ata adım var. Çatdırılacaq postun ünvanı, yəni məkan. Burada kartlarım var. Sonra dostavka besplatla, yəni pulsuz gəlir. 18-23 dekabr arası. Yenə göstərilir ki, az 18:00, yəni Şirvan post indeksinə çatdırılacaq. Yəni burada da rəngi göstərilir. Sonra tovar bir şit 26 manat, deyir ümumi məbləğ 26 manat 32 qəpik. İndi burada kart əlavə eləməkdən ötəri siz Novaya kartanı vurursunuz. Yəni Novaya karta düşdü. Siz burada aplatit, yəni ödəməyi vurduqda sizə kart kodu gəlir. Məsələn burada siz kartlarınızı əlavə edirsiniz. Mən ümumi kartlarımı əlavə etmişəm deyə ikinci bir kart əlavə eləyə bilmirəm. Yəni kartlarım, gördüyünüz kartlarım onlardır. Burada kartınızın 15 rəqəmini, tarix və CVC kodu daxil edirsiniz. Ondan sonra aplatiti vurursunuz sifarişi. Yəni sifarişi tamamla. Tamamla vurduqdan sonra sizə sifarişiniz təsdiqlənir. Təsdiqlənəndən sonra da siz arxivdə, indi sizə göstərim. Burada zakaz var. Zakaz. Məsələn, zakaz aktiv niyə düşür? Yəni ki, hal-hazırda aktiv zakazlar. Məsələn, deyək pul qabını almışsınız. Pul qabı burada görsənir. Yəni sizin kartınızdan pul çıxır, o zakaz hazırlanır. Yəni zakaz ola bilər bir günə də hazırlana bilər, 2 günə də hazırlana bilər. Siz yəni bunu görə bilirsiniz. Sizin zakazınız 2 gün və yaxud bir gün ərzində hazırlanır. Ondan sonra sizə məlumat gəlir və yaxud mailinizə və yaxud bildirim olaraq AliExpress-in özündə zınqrov işarəsi gəlir ki, sizin tamamlanıb yola çıxır. Sonra mən arxivə məsələn daxil oluram. Bugün əlim səhvən telefon tutacağına dəymişdi. Zakaz vermişdim daha doğrusu. Burada mənim yenə saatim var. Yəni 17 gün ərzində mənə çatdırılıb saatim. Yəni bu gündən, yəni 3 dekabrdan hesablayanda tez gəlib. Burada sonra qolbaq zakaz vermişəm. Sonra kartda pul olmadığı üçün vaxt bitib. Sonra yenə saatda pul bitib. Yəni bunlar komissiya daxil olduğu üçün, kartda yetərli pul olmadığı üçün sifariş tam tamamlana bilməyib. Burada Bluetooth moduldur. 7805'dir, regulatordur. Sonra açqılardır. Bir ədəd də saatdır, elektron saatdır. Buna səhv eləmirəmsə, bəli, rəy yazmışam, 5 ulduz vermişəm. Yəni saat həqiqətən də dediyi qədər. Məsələn, buna səhv etmirəmsə, mən 1 ulduz vermişəm. Bu gəlib işləməyib. Sonra deyək lehim qələm olsun, paylik olsun. Məsələn, 1 ulduz vermişəm, xoşuma gəlməyib. Məsələn, burada da gözlənilən bizim belə deyək, rəylərimiz var. Məsələn, siz sifarişi almışsınız, sifarişə rəy bildirmirsinizsə, ori gəlib düşür. Sonra spor var. Spor da nədir? Siz məsələn bir deyək ki, saat alırsınız və yaxud pulqabı alırsınız. Siz pulqabını məsələn sizə geç çatdıranda siz satıcı ilə əlaqə saxlayırsınız. Siz satıcıya vaxt verirsiniz. Satıcı sizə vaxt vermir. Siz satıcıya 2 gün ərzində məsələn vaxt verirlər. Məsələn dekabrın 5-nə qədər sizin saatınız və yaxud pulqabınız çatdırılmalıdır. O pulqabı çatdırılmayanda siz avtomatik olaraq spor yaradırsınız. Spor yaradanda məsələn 2 gün vaxt verirsiniz və yaxud 1 gün.
o vaxt müddəti ərzində çatdırıla bilməsəz, sizin pulunuz sizə qayıdır. Pulunuz sizə qayıdır. İndi satıcı ilə əlaqə yaradırsınız. Siz satıcıya məlumatı verirsiniz. Siz satıcı ilə əlaqələnmisiniz. Burada da yenidən yəni bizim verdiyimiz rəylər var. Yəni əla tövsiyə edirəm. Sonra keyfiyyət yoxdur, amma idarə edər, əla. Bunları özüm rus dilində yazmamışam. Çünki İstərsəmiz bizim Azərbaycanlılar, yəni millətimiz baxanda görsün ki, məsələn, Azərbaycanını alıb, yəni millətindən biri. Məsələn, bunu yazıb. Sonra vapras var, yəni ki, sual və cavablar. Sonra istədiyiniz mağazinlər var və yaxud siz saatla maraqlanırsınızsa və yaxud hər hansısa bir deyək, elektronika ilə maraqlanırsınızsa, istədiyiniz məsələn markanı sevimlərə əlavə edib və yaxud izləyə bilərsiniz ki, o hər dəfə paylaşanda sizə gəlib düşsün. Həm də ki, onun sizə verdiyi prizlər var. Məsələn, siz onu izləyirsiniz deyənə o sizə promo kodlar verir. Promo kodlar vasitəsilə də siz məsələn 10 manatlıq məhsulu siz 8 manata ala bilirsiniz. Kupon var burada. Mənim kuponlarım var. Məsələn, dediyim kimi, sözümün üstünə gəlirəm. Mənə 1 manat 70 qəpik endirim eləyirlər. Məsələn, bir gün qalıb. Məsələn, tavara baxıram, görüm tavarda nə var, yəni sifarişdə. Yəni deyir ki, mənə sən powermetrdə split et, yəni bu internetə aid olan şeylərdir. Mənə saat markası Olevs mənə göndərib 1.70'lik promo kod və kupon. Sonra burada chat var. Əziz izləyicilər. Burada sizə dediyim kimi zınqırov işarəsi çox vaxtı gəlir, bura düşür. Sonra adres dostavki, yəni bunu sizə başa saldım. Lichni dani, yəni ki sizin məlumatlarınız, nömrəniz, şəxsiyyət vəsiqəniz. Mən halbuki şəxsiyyət vəsiqəni təqdim eləməmişəm. Sonra parolu dəyişmək olur burada. Mailinizi, Gmailinizi və yaxud əlavə edirsiniz. Məsələn, burada sizin həmin zınqırovda göstərir. Məsələn, promo kodda sizə bildiriş göndərilsin. Zakaz sizə hər hansısa bir tamojondan keçəndə və ya hansısa bir ölkəsində sizə bildiriş göndərilsin. Sonra SMS göndərə bilirlər. Yəni bunu sonra poçta məlumat verirlər. Sizin öz poçta, yəni ki, elektron poçtunuza məlumat verirlər. Buradan Azərbaycan 20 manatıdır. İndi inşallah videomuz bu qədər oldu əziz dostlar. Kiminsə sualı olsa, zəhmət olmasa rəy bölməsinə yazar. Kanalı bəyənib, abunə olmağı unutmayın. Oldu, çox sağ olun. Gələn inşallah videolarımızda sizə televizorun Wi-Fi-yə qoşulması haqqında sizə məlumat verəcəm. Yəni video çəkəcəyik. Ondan sonra yeni bir proyektimiz var. Onun da videosu hal-hazırda gözlənilir. Oldu, çox sağ olun. Əgər video sizin xoşunuza gəldisə, bəyənib abunə olmağı unutmayın, rəy yazmağı unutmayın. Oldu, çox sağ olun. Yenə nəsə sizə sualda qaranlıq qalsa, rəy bölməsində yazıb mənə bildirəsiniz. Mən sizə məmnuniyyətlə kömək olmağa hazıram. Oldu əziz izləyicilər. Özünüzdən müğayət olun.